Hər vaxtınız xeyir olsun, əziz müəllimlərim. Necəsiz? Hər birinizi salamlayıram. Müəllimlər 25-dən 70-ə qədər sərbəst araşdırmağa vermişdim və izahları verirəm. Siz yoxlayın, yaxşımı? Mütləq şəkildə izahlara baxın, yanaşma tərzi qurmaq adına. Zaten video elə uzun olmur ki, düzdürmü? Yəni, önə ilə gəlir ki, yanaşma tərzinə görə baxmaq olar. Bunun dərslik ipucunu vermişdim. Rus bölməsi yazırıq, Azərbaycan yazırıq. Azərbaycan bölməsi yazırıq. Rus bölməsində təhsil alan ümumilikdə şagirdlərin sayı 260-dır. Rus bölməsində təhsil alan oğlanların sayı, bura oğlan yazıram, bura qız yazıram. Azərbaycanda da oğlan var. Oğlan, oğlan. Bura qız yazıram, burada qız yazıram. Deyir ki, oğlanların sayı qızların sayından 20 nəfər azdır. Əgər Rus bölməsində təhsil alan oğlanların sayını x ilə işarələsəm, Azərbaycan bölməsində təhsil alan bunun sayısı x plus 20. Həqiqətən də x plus 20-dən x çıxsaq, cavab qalacaq 20. Yəni 20 vahid nə olacaq? Az olacaq. Və yaxud da bura x, yəni bura x deyirsiniz, bura x minus 20 deyirsiniz. Fərqi yoxdur da, yəni eyni cavab alacaqsınız. Azərbaycan bölməsində təhsil alan oğlanların sayı Rus bölməsində təhsil alan qızların sayından 10 nəfər. Deməli, deyin görüm, 10 nəfər çoxdur. Yəni burada da bura x deməyək də, artıq bura y desəz, burada y plus 10 olacaq. Yəni bu tənliyi qurdunuz. Ümumilikdə şagirdlərin sayı, yəni x üzərinə gələk x plus 20 üzərinə gəlsin y plus 10 bərabərdir 260 dənə ümumilikdə şagirdimiz var. Və buradan hesablayırsınız x plus y-i alırsınız 115 dənə. Baxın, ümumi Rus bölməsində oğlanların sayını x işarələmişəm, qızların sayını y işarələmişəm. Yəni, ümumi Rus bölməsində 115 dənə şagird var. Mənim mümkün hallarım 260 dənədə, əlverişli halım 115 dənədə. İxtisarınıza aparırsınız, cavab eləyəcək Y variantı. Növbəti sualımıza keçək.